Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda test 9-un izahını verəcəm. Gəlin keçək testimizin izahına. Deməli, bir nömrəli sualda deyir ki, funksiyanın təyin oblastını tapın. Yəni, x-ə verəcəyimiz qiymətləri axtarırıq. Kökaltı ifadəni sıfırdan böyük etməliyik. Yazıram ki, 4 çıxılsın x kvadratı bölünsün, x üzərinə gəlinsin 1, böyük bərabərdir 0-a. Bu bərabərsizliyi həll edək. 2 çıxılsın x, 2 üzərinə gəlinsin x, bölünsün, x üzərinə gəlinsin 1, böyük 0-dan. Hər bir vuruğu 0-a bərabər etsək, köklərimiz mənfi 2, buna görə. Digər kökümüz 2, məxrəci 0 edən qiymət mənfi 1. Bilirəm, mənfi 1 məxrəci 0 edir, ancaq götürməyəcəm. Yəni, o barədə narahatçılığımız olmasın. Köklərimizə də doxunda qeyd edirik tapdığımız kökləri. Daha sonra işarə təyin edirik. Bura diqqətlə baxsaq, x-in önü əmsalı müsbət, x-in əmsalı mənfi, x-in əmsalı müsbət. Mənfini müsbətə vuranda mənfi, mənfini müsbətə böləndə yenə mənfi. Mənfi etdiyinə görə sağdan başlayırsan mənfi yazmağa. Daha sonra əksi olaraq davam edirsən. Bizə sıfırdan böyük aralıqlar lazım olduğu üçün cavabımız bu aralıqlar götürəcək. Məxrəci sıfır edən qiymət mənfi 1 olduğu üçün bunu almır, ancaq 2 ilə mənfi 2-ni də daxil edəcək. Cavabımız mənfi sonsuzluqdan mənfi 2-yə birləşir. Mənfi 1 ilə 2 arası olacaq. Gəldik digərinə baxmağa. Burada da bir ifadəmiz var. Burada da bizə signum funksiyonu veribdir. Signum funksiyasında qaydamız nədən ibarətdir? Sabit bir funksiya olduğuna görə, düz bir funksiya olduğuna görə içərisində bax, bunun nə olmağından asılı olmayaraq müəyyən bir aralıqları var. Əgər signum, buradakı ifadə bu x, əgər bu x 1-dən böyük olarsa, daha doğrusu 0-dan böyük olarsa, için nə olur olsun? Cavabın həmişə 1-dir. Yox, əgər bunun içərisindəki x 0-a bərabər olarsa, yəni signum x 0 olar. Əgər bu 2 0-dan kiçik olarsa, için nə olur olsun da, yəni 0-dan kiçik hər hansı bir ədəd olsa, signumları yazmadım. Signum x-in cavabı mənfi 1 olur. İndi, bizə də lazımdır təyin oblastı, yəni x-ə nə verəcəyimiz qiymətlər. Məxrəc 0 ola bilməz. Yəni, bu gördüyünüz qiymət 0 olmamalıdır. Məxrəcimiz 0 olmaz. 0 nə zaman olur? Gərək bu ifadə 1 olsa ki, 1 də çıxanda 0 qalsın. O zaman 1 olmaması üçün 1 nə zaman olur? Bunun içi, bax bunun içi 0-dan böyük olsa, cavabım 1 çıxır həmişə dedim. Ona görə gərək bu ifadə 0-dan böyük olmasın. Yəni, signum x üstə gəl 2-nin cavabı 1 olmasın. 1 olmaması üçün də gərək bu mənfi ola. Yəni, x üzərinə gələnsin 2, 0 da ola bilər, 0-dan kiçik də ola bilər. Çünki bunun içərisi 0 olsa, cavab 0 çıxacaq. Bunun içərisi mənfi olsa, cavab mənfi 1 çıxacaq. Yox, bunun içi 0-dan böyük olsa, cavab 1 sayılır. Nə olur olsun? Məsələn, signum 7 1-dir, signum 8 1-dir. Ona görə də tənliyimi 0-dan kiçik etdim. X-im də 2-dən, daha doğrusu mənfi 2-dən kiçik olmalıdır. Mənfi 2-dən kiçik olmalıdır. Bu aralıqlarda da demək bu hissəni götürməyəcəm. Çünki bu deyir mənfi 2-dən kiçiklər götür. Onda cavabım bu formada qalacaq. Mənfi sonsuzluqdan mənfi 2-yə düzgün cavab D-bəndir. Gəlin baxaq 2 nömrəli suala. 2 nömrəli sualda nə deyib? Baxın, bayaqki izahda da dedik ki, sualda da dedik ki, signum funksiyasında əgər buranın ifadənin içi, burada olan ifadənin içi 0-dan böyük olarsa, cavab 1 sayılır. Yox, 0-a bərabər olarsa 0, 0-dan kiçik olarsa cavab mənfi 1 sayılır. Buradakı indi qiymətlərə baxaq. Bizə deyir ki, funksiyamızda nə deyir? Bizə deyir ki, 2-nin, bax, 2 nöqtəsində boşluq olduğu üçün funksiyanın təyin olunmadığını deyir. Yəni, 2 nöqtəsini bizim x-imiz ala bilməzmiş. Yoxsa 2 nöqtəsində 4 mi cavabını, 2 mi cavabını ala bilməzdi? Bunu indi mübahisə olunacaq məsələdir. 2 nöqtəsinə təyin olunmuyor. Ona görə də cavablarımıza A uyğun gəlir, C uyğun gəlir, düzdür? Sonra D də uyğun gəlir. Çünki 2 qiymətini qoyanda bura 0 edir, məxrəcə 0 ola bilməz. 2 buranı da 0 edir, buranı da 0 edir. Amma önəmli məqam nədir? 2-nin sağında, yəni 2-dən böyük hər hansı qiymətlər versən, cavabının 4 olduğunu görürsən.
2-dən böyük nə versən cavabın 4 olur. Görək həqiqətən də belədirmi? Məsələn, baxaq burada A bəndinə. 2-dən böyük hər hansı bir qiymət versək, x-imiz 2-dən böyük olarsa bura müsbət olduğundan, 2-dən böyük olarsa burada müsbət gedər, 1 qalar. 1-in üzərinə 3 gələndə 4 edər. Həqiqətən 2-dən böyük nə versən ver, cavab 4 edəcək. 2-nin solunda cavablar, qiymətlər versən, yəni 1 versən, nə bilim nə versən, 2-nin solunda nəsə qiymət versən, 1-dən 2 çıxanda məsələn mənfi qalar. Mənfi qaldığı üçün bunlar gedər, mənfi 1 edər. Mənfi 1-in üzərinə 3 əlavə eləsəm, 2 edəcək. Həqiqətən də 2-nin solunda nə qiymətlər versəm, cavab 2 edir. Düzgün cavabımız A bəndi olur. Niyə bəs B bəndi olmur? B bəndində də 2-nin sağında qiymətlər qoysaq, məsələn 3 qoysaq, 4 qoysaq, 5 qoysaq, axır əvvəl bura müsbət olsa, 2-nin sağında qiymətlər verəndə signumun cavabı 1 çıxır. 1-in üzərinə də 3 gələndə 4 edir. Həqiqətən də düzdür. Və yaxud da 2-nin solunda qiymət qoyanda mənfi 1 edər, mənfi 1-in üzərinə də 3 gələndə 2 edər. Bu da düzdür. Ancaq burada 2 nöqtəsində təyin olunmayıb, şəkli fakt bizə onu verib. Qrafik tam da aydın deyil. 2 nöqtəsində baxın təyin olunmayıb, boş qoyub. Sanki x 2 dəyərini almırmış kimi burada da 2 qoyanda alır. 2-dən 2 çıxanda 0 qalır. 0-ın üzərinə 3 gələndə də 3 qiymətini alır. Yəni burada nəsə bir qiyməti falan verməyib. Ona görə düzgün cavabımız ən doğru kimi görsənən A bəndidir. 3 nömrəli suala gəlin bir yerdə baxaq. 3-dən 4 aralığında hər hansı bir ədəd götürsək, modulun içərisi mənfi olduğundan tərsinə çıxar. Yəni 4 çıxılsın x. 3-dən 4 arasında hər hansı bir ədəd götürsək, məsələn 3/5. 3 çıxanda müsbət qalır. Müsbət qalan signumun cavabı 1 edər. Signum işarət funksiyonunda düz bir funksiyadır. Üzərinə gəlinsin. 3-dən 4 arasında hər hansı bir ədəd olsa, 3/5 olsun. Bu işarə tam mənasını göstərir. Kəsirimizin tam hissəsi. 3/5-in tam hissəsi nədir? 3-dür. Bu qiyməti hesablasaq, deməli, nə edər? 3-dən 1-in cəmi 4, 4-dən 4-ün cəmi 8, çıxılsın x olacaq. Düzgün cavab C bəndi. 4 nömrəli suala gəlin bir yerdə baxaq. Bizə nə deyir? Deyir ki, belə bir fx funksiyası veribdir. Daha sonra signum fx cavabının -1 olduğunu verib. İndi signumun cavabı nə zaman -1 olur? O zaman cavab -1 olur ki, gərək bunun içərisindəki ifadənin qiyməti 0-dan kiçik olsun. Demək ki, bizim fx'imiz 0-dan kiçik olmalıdır. Fx'imiz də burada var. Bunu 0-dan kiçik edib həll edək. Yəni x'in kvadratı çıxılsın 2, çıxılsın 30, bölünsün modulda 2 çıxılsın 2, kiçikdir 0-dan. Bərabərsizliyi belə həll edirik. Tənliyimizin yuxarıda olan, aşağıda olan hər bir vuruğunu 0-a bərabər edirəm. Köklərimi tapıram da belə deyim. Hasili -30, cəmi 1 eləyən ədədlərimiz hansılardır? 6 ilə -5 ədədi. Vuranda -30, toplayanda 1 edir. Məxrəci 0 edən qiymətimiz 2-dir. Diqqətlə baxın, indi dərslərdə mən bunu deyirəm. Bu 2 məxrəci 0 edən qiymətli modulda olduğu üçün biz buna cüt funksiya deyəcəyik. Üstünə bir dənə işarə qoyum. Cüt kök deyəcəyik daha doğrusu. Köklərimizə də doxunda qeyd edək. 2, bir də 6. İndi işarə təyin edirəm. X-in əmsalı müsbət, 2 cüt kökdür. Burada da x-in qabağı müsbət. Deyirsən müsbət, mənfi, cüt kökə ilişdiyin zaman, bax bu cüt kökdür. Sağı da solda mənfi olur. Sonra müsbət. Ay mən bunu belə yazmaq istəmirəm. Belə yazmaq istəmirsənsə, 6-nın sağında bir ədəd götür. Hesabla bura nə edəcək? Müsbət olacaq. 2 ilə 6 arasında bir ədəd qoy, hesabla, görəsən mənfidir. -5 ilə 2 arasında bir ədəd qoy, hesabla, görəsən yenə mənfidir. İndi mənə 0-dan kiçik aralıqlar lazım olduğu üçün cavabımı bu aralıqlarda -5 ilə 2 arası, bir də birləşir 2 ilə 6 arasını götürəcəm. Aydın oldu. Mənə də deyir, bu bərabərliyindən tam ədədlərin cəmini tap. -4, -3, -2, -1. Deməli 0, 1, 2-ni almır. 3, 4, 5. Bunları da toplayanda 1, 2, 1, 3, 4 gedər. Bunlar gedər. -2 ilə 5-in də cəmi 3 edəcək. Düzgün cavabım C bəndi. 5 nömrəli sualda bizə deyir ki, funksiyalardan hansı cütdür? Cüt funksiya ona deyirlər ki, x-dən mənfi də qiymət versən, müsbət də qiymət versən,
eyni cavab alınır. Yaxşı. Məsələn, burada bir nömrəli A variantında nə deyir? Deyir sinus modulda 2x üzərinə gəlinsin sinus özü x modulda. Bax, x-ə tutar ki, verirəm bir dəfə mənfi 30 dərəcə, bir dəfə verək müsbət 30 dərəcə. Mənfi 30 dərəcə versən də moduldan çıxıb müsbət 30 sayacaq. Bunu mənfi 30 versən, sinus tək funksiya olduğu üçün mənfini önə atıb, elə bil, sən bura yazsan ki, sinus mənfi 30, sinus mənfini silib bura atacaq. Yenə də modul bu mənfini silir da, yenə sinus 30 hesablayacaqsan. Düzdürmü? 2-də 1 üstə gəl 2-də 1. Və yaxud da 30 qiymətini bəri başdan qoysaydın da yenə bu cavabları alacaqdın. Həm mənfi qoyanda, həm müsbət qoyanda eyni cavab aldığım üçün düzgün cavabım A bəndi olur cüt funksiya üçün. 6 nömrəli sualda deyir ki, aşağıdakı funksiyalardan hansının qrafiki 0,0 nöqtəsinə nəzərən simmetrikdir? 0,0 nöqtəsi koordinat başlanğıcı deməkdir. Yəni sözdə demir, koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik olan funksiyalara tək funksiya deyirlər. İndi tək funksiya hansıdır? Məsələn, baxaq bir nömrəli A variantına. 1 yadda saxlayın, sabit ədədlər cüt sayılır. Modulda olan cüt olduğu üçün bu cüt funksiyadır. B bəndinə baxsaq, 3 sabit ədəd cütdür, modulda cütdür. Cütü cütə böləndə yenə cüt edir. C bəndinə baxsaq, kosinus 2 cüt funksiyadır. Ancaq 2 tək funksiyadır. Təki cütə vuranda tək funksiya edir. Elə mənə də tək funksiya lazım olduğu üçün düzgün cavabım C bəndi olur. Amma D bəndi cüt, sabit ədəd yenə cüt. Məsələn, Y bəndi 2 kubu təkdir, sinus da təkdir. Təki təkə vuranda cüt edir. Ümid edirəm, qaranlıq qalan nəsə olmadı. 7 nömrəli sualda deyir ki, 2 dənə funksiya verib bizə. Gx funksiyasının qrafikinin OY oxuna nəzərən simmetrik olduğunu deyir. Gx funksiyası OY oxuna nəzərən simmetrikdir. Yəni bu nə deməkdir? Yəni cüt funksiyadır. OY oxuna nəzərən simmetrik demək, cüt funksiyadır deməkdir. İndi Gx-in buna bərabər olduğunu deyir. Ki bunu belə yazın, bərabərdir. Sanki bu Gx-ə heç baxmayın. Fx-in öz qiyməti nədir? Müəllim, fx-in öz qiyməti x kvadratı çıxılsın 6x-dir. İndi mən səndən f x üzərinə gəlinsin m istəyirəm. Bu nə deməkdir? Harada x görürsən, yerinə x üzərinə gəlinsin m yaz. Yəni x üzərinə gəlinsin m-in kvadratı, çıxılsın 6 vurulsun x üzərinə gəlinsin m. Bu nə edər? X-in kvadratı üzərinə gəlinsin 2mx. Üstə gələk m kvadratı. Çıxılsın 6x, çıxılsın 6m. Sonra x-in kvadratı, bunlar x-ləri bir yığsaq, çıxılsın x-i mötərizə xaricinə çıxarsam. Bu bir yazım. 2m burada qalar, x-i çıxarsam mötərizə xaricinə. Çıxılsın 6 da burada qalar. Bax bu şəkildə bu. Aha. Hamısını qara ilə yazım. Sonra üzərinə gəlinsin m kvadratı, çıxılsın 6m. Vəssalam. Bax bunu hesabladım mən. Gördünüz? Bu qiyməti hesabladım. Əslində bu nəyə bərabərdir? Gx buna bərabərdir. Elə əslində bu Gx-in özü deməkdir da. Gx buna bərabərdir. Eyni şeydir. Biz də dedik ki, cüt funksiyadır. Cüt funksiyada da təklər olmamalıdır. X-in önündə tək var. Yəni x tək demək daha doğrusu. Tək funksiya olmamalıdır. O zaman x-in önünü yox eləmək üçün 2m çıxılsın 6 0 olduğundan m-in qiyməti gərək 3 olsun. M-in qiyməti 3 olduğu zaman bu ifadə olmayacaq. Olacaq belə x-in kvadratı, m-in kvadratı 3-ün kvadratı 9 çıxılsın 6 dəfə 3 18. Yəni x-in kvadratı çıxılsın 9 olacaq. Məndən də nə istəyir? Məndən də jm istəyir. Jm-i tapmaq üçün m-in qiymətini tapmışam 3. Məndən j3 istəyir. Düsturum da budur. X-in yerinə 3 qoyanda cavab 0 edəcək. Yəni C bəndi. 8 nömrəli sualda deyir ki, Gx funksiyasının qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Gx bu ordinat oxuna nəzərən simmetrikdir, yəni cütdür. İndi Gx buna bərabərdir. Gəl elə bunu tapaq. F x üzərinə gəlinsin a-nı tapaq. Fx-in öz düsturu verilibdir. X üzərinə gəlsin a-nı tapmaq üçün x gördüyüm yerə bu içəridəki ifadənin qiymətini yazacağım. Bərabərdir
X gördüyüm yere yazıram. X üzerine gəlinsin a'nın kvadratı. 8 vurulsun x üzerine gəlinsin a. Üzerine gəlinsin 4. Bu eder x'in kvadratı üzerine gəlinsin 2ax üzerine gəlinsin a kvadratı. Üzerine gəlinsin 8x üzerine gəlinsin 8a üzerine gəlinsin 4. Bu da eder x'in kvadratı üzerine gəlinsin. X'in mütərizə xaricinə çıxarsam hər ikisindən. Burada qalar 2a üzerine gəlinsin 8. Üzerine gəlinsin a kvadratı 8a bir de 4. Bunu yazdım. Dedik cüt funksiya olmalıdır. Cüt funksiyada təkləri yox olmalı olduğu üçün x'in önünü yox eləməliyəm. A'ya gərək -4 verəm ki 2a üzerine gəlinsin 8 0 etsin. Buradan 2a -8 a'nın qiyməti -4 olar. İndi bu tutalım ki getdi. A'nı da -4 tapdım. Cavabım nə olacaq? X'in kvadratı bu gedib a'ya -4 verəndə kvadratı 16 müsbət -4 verəndə çıxılsın 32 üzərinə gəlinsin 4. 16 ilə 4 20, 20-dən 32 çıxanda -12 edəcək. Bax bu son nəticəmdir mənim. Yaxşı, bu mənim son nəticəmdir. F x üzərinə gəlinsin a'nın və yaxud da jx'in cavabıdır bax bu. Məndən istəyir ki a'nın qiymətini tapın. Bayaqdan biz a'nı tapmışıq ki -4 elə B bəndi olacaq. 9 nömrəli sualda bizə deyir ki fx bərabərdir ax üzərinə gəlinsin 8 bir də 4x üzərinə gəlinsin 1. Funksiyası cüt funksiya olarsa. Əgər indi bax fx'imiz cüt funksiyadırsa, cüt funksiya haqqında nə bilirəm? F-2 fx-ə bərabərdir. Bu nə deməkdir? Məsələn, fx bərabərdirsə x kvadratı tutalım ki. Bu bir cüt funksiyadır. Niyə? Sən x'in yerinə mənfi bir ədəd qoysan, məsələn, -2. Yenə cavabım 4 edir. X'in yerinə 2 qoysaq, yenə cavabımız 4 edir. Cüt funksiyada x'in yerinə bir ədədin həm mənfisi, həm müsbəti qoyulan zaman cavablar eyni olmalıdır. Aydın oldu? İndi bizə verilən sualda, qıraqda yazım, x'in cüt funksiya olduğunu deyir. 2 sıfırdan böyük olanda, yəni bu şəklə düşür. 2 sıfırdan kiçik olanda funksiyan bu şəklə düşür. Amma nəticə etibarilə eyni olmalıdır cavabları. O zaman müsbət bir ədəd qoysaq x'in yerinə, olacaq ax üzərinə gəlinsin 8. Yəni x-ə müsbət yazıram sadəcə. Ancaq x-ə mənfi bir qiymət yazsaq, olacaq -4x üzərinə gəlinsin b. Ancaq ikisinin də cavabı eyni olmalıdır. Deməli buradan elə görsənir ki a -4'dür. 8 isə b-yə bərabərdir. Yəni b-nin qiyməti 8'dir. Bizə bunların cəmini istəyirdi. 4 olacaq. Düzgün cavab A bəndi. 10 nömrəli sual. Bizə fx bərabərdir 8x çıxılsın modulda fx funksiyası verilibdir. İndi biz modulun həll edəndə nə edirdik? Əgər müsbətsə müsbət şəklində açırdıq. Əgər x mənfidirsə mənfi x şəklində açırdıq. Fx-in müsbət və yaxud da mənfi olduğuna dair heç bir fikrimiz olmadığı üçün mən fx-in müsbət olduğunu nəzərə alıb həll edəcəm. Müsbət olarsa əgər bu olduğu kimi çıxar. Fx-i sol tərəfə göndərsək 2 dənə fx bərabərdir 8x-dirsə fx də bərabərdir 4x olacaq. Yəni belə cavabımız da var, B bəndidir. Ancaq bəlkə mənfidir deyə bilərsən. Əgər mənfi olarsa bu mənfi fx kimi çıxacaq. Mənfi də mənfiyə dəyib üstə gəlmə olacaq. Burada fx-lər gedəcək, mənasız bir şey qalacaq. Ona görə də düzgün cavabımız elə B bəndi olacaq 10 nömrəli sualda. 11 nömrəli sualda m sıfırdan kiçik olduqda fx bərabərdir 2 modul x üzərinə gəlinsin m funksiyasının. Bunun qrafiki ilə OX oxu arasında qalan hissənin sahəsini soruşur. Yaxşı olar ki, qrafik çəkməyi burada bilək. Modul funksiyalarda məsələn y bərabərdir. Olsun a vurulsun, x çıxılsın, m üzərinə gəlinsin n. Modul funksiyalarda qrafik bu şəkildə qurulub, düsturu da budur. Modulda modulun içini sıfıra çevirən qiymətə m, bir də çöldə durana n deyirik. Bunlar təpə nöqtələrimizdir. Yaxşı, bax modulun içini sıfıra çevirən bizim m-imiz olacaq. Çöldə qalan n-imizdir, bu bizim təpə nöqtələrimizdir. Məsələn, y bərabərdir. Bilənlər buranı biraz yığdıra bilər, amma bilməyənlər üçün deyirəm. Yəni demin niyə uzanır video, bilmədiyimiz üçün buradayıq da yəqin ki. Onun üçün də 1-2 dəqiqədən ziyan olmaz. 2 vurulsun, məsələn 2 çıxılsın 4, üstə gələk 8. Hələ bu 2-ni də silim.
Desəm bunun qrafikini qur. Bunun içini sıfıra çevirən m'dir 4. Çöldə duranda bizim n'imizdir 8. Bu bizim təpə nöqtələrimizdir. M gördün x-dən yarandı buradan. Onun üçün M x oxunda qeyd olunur. N y oxunda qeyd olunur. Bunları indi birləşdirirsən, birləşdirin. Əgər bunun önü müsbətsə, bu nöqtədən başlayırsan yuxarı çəkməyə bax bu qrafiki. Əgər önü mənfidirsə, başlayırsan aşağı çəkməyə bu şəkildə. Dəqiq olaraq buradan mı keçir, yoxsa buradan mı keçir? Bunu da bilmək üçün y oxunu kəsir axı bu. Y oxunu kəsdiyi yerdə x-in qiyməti 0-dır. X-ə 0 verib tapa bilərsən. X-ə 0 verəndə 4, 4 üstə 8, 12 edəcək. Demək bu 12 nöqtəsindən keçir. Yəni tam olaraq qrafikdə bu şəkildə olur. Ümid edirəm qaranlıq nəsə qalmadı. İndi gəl baxaq öz misalımıza. Bunu misal üçün izah elədim. İndi modulun içini sıfıra çevirən qiymətimiz elə sıfırın özüdür. O zaman bizim m'imiz 0. Çöldə duran ədədimiz n idisə, n'imiz də m'dir. Hərflər qarışdıra bilərik. Yəni qaçışdırmayın. Çöldə duran n idi. İndi qrafik koordinat ox çəkək. M'imiz 0'dır. 0 buradır. N'imiz m'dir. İndi n'im yuxarıdan olacaq, aşağıdan olacaq. Mənə deyir ki, m 0'dan kiçikdir, mənfi ədəddir. Mənfi ədəddirsə aşağıdadır. Təpə nöqtələrini birləşdirdim. İndi əgər önü müsbətsə demək yuxarı doğru gedəcək bax bu şəkildə. Önü müsbət olduğu üçün yuxarı doğru getdi. Gəldik bura. Müəllim, bəs bu nöqtələrin nə olduğunu necə tapacaq? Bu x oxudur. X oxunu kəsən nöqtələrdə y-in qiymətləri 0-a bərabərdir. Yəni y-in qiymətini 0-a bərabər etsəm, hər iki bu kəsilən nöqtəni taparım. Gəlin bu ifadəni 0-a bərabər edək. 2 modulda x üzərinə gəlinsin m-i 0-a bərabər edirəm. 2 modul x bərabərdir mənfi m-ə. Bu tənliyinizi həll edərəm. Bir dəfə modul x bərabər mənfi m bölü 2 deyilmi? Modulu açaq. Bir dəfə bu şəkildə yazarım. Bir dəfə də modulda məsələn modul x bərabər 4-sə biz demirik, hə 4-dür və yaxud da mənfi 4-dür. İndi hər iki hal nəzərə alınında bir dəfə də mənfiyə vururam m bölü 2. Bizim m'imiz özü mənfi olduğu üçün mənfi də müsbət eləyəcək. Demək bu mənfi m bölü 2 bura yazılır. Müsbət m bölü 2 də bura yazılır. X-in 2 dənə qiymətini tapdım. Hər iki qiymətdə yazdım. Yenə deyirəm, m mənfi olduğu üçün bura yazıldı. Biri də müsbət olduğu üçün sola yazıldı. İndi bu nöqtənin adı m idi də bayaq dedik təpə nöqtəsi. Mənə fiqurun sahəsini 18 verib. Sahə necə tapılır? Bu üçbucağın sahəsini tapacaq. Bax. Üçbucağın sahəsi tərəf o tərəfə çəkilən hündürlüyün hasilinin yarısı şəklində tapılır. Tərəfimiz bunu hesablasaq mənfi m bölü 2-dən çıxsam m bölü 2-ni 2m məsafəsi eləyər. Daha doğrusu toplayırıq da. Mənfi 2-də 2m, bəli m edər. Bunun ikisinin arasındakı məsafə m'dir. Hündürlüyüm də m'dir. O zaman tərəfim m, tərəfə çəkilən hündürlüyümün hasilinin yarısı. Mənə sahəni verər 18, m kvadrat 36, m dedəcək ya 6 ya da mənfi 6. M də mənfi olduğu üçün mənfi 6-nı götürürəm. Ay nə qədər uzun çəkdi? Bax, belə deyim, mən özüm bunu yazanda qısa çəkir. Sənə izah eləyirəm deyə. Məsələn, bunun başqa bir formada sənə indi tez versəm, tutaq ki, bu belə olsa 4, 2, hətta bura olsun çıxaq 2, üzərinə gələnsin m. Sənə desəm bunu indi yaz, sən tez yazacaqsan, için 0 eləyən 2-dir, çöldə duran n-dır, yəni m-dir. Bunları qeyd eləyəcəksən, geçəcəksən. Məsələn, bu şəkildə. Deyəsən, bu yuxarı gedir, hə, buradan bura məsafəni tapım, hündürlüyü tapım. Çox qısa gedir, yəni. Çox qısa deyəndə, yəni biraz gedir. Nəysə, inşallah başa düşdünüz, düzgün cavab cəbəndə. Gəlin, baxaq 12 nömrəli suala. Aşağıdakılardan hansı fx bərabərdir? Mənfi 3 bölünsün, x üzərinə gəlsin. 2 funksiyasının qrafikinə aiddir. Baxın, bu mənfiyə baxmadan öncə bu funksiyaya baxaq. X-in qiymətlərini biz artırsaq, məsələn 3, 4, 5, məxrəci artırsaq, məxrəc artdığı zaman cavabım nə olacaq? Azalmağa doğru gedəcək, düzdürmü? Çünki məxrəc böyüdüyü zaman cavabım istər-istəməz kiçilir. Ancaq burada nə var? Sən məxrəci böyütsən cavabın azalırdı. Amma burada da bir mənfi var. Azalan funksiyanı daha da mənfiyə vurduğun zaman nə edəcəksən? Artırmağa başlayacaqsan.
Necə müəllim? Bax, tutaq ki, sən bu x-in qiymətini artırırsan. Cavabım oldu, bir dəfə oldu 3. Bir dəfə artırdım, daha da azaldı 2. Bir dəfə artırdım, daha da azaldı 1. Bu normal halda. Ancaq qarşıda mənfi var deyə mənfiyə vurduğun zaman əslində cavabların artmağa doğru gedir. Bir funksiyanın özü azalandısa, qarşıda da o mənfi varsa, o onu artan edir. Yəni bu funksiyamız hal-hazırda artan olmalıdır. Ona görə də variantlarda bu şəkildə azala-azala gedənlər olmaz. Əksinə bu şəkildə arta-arta gedən, nə bilim belə arta-arta gedənlərə baxacağam. Hal-hazırda A bəndini azalan olduğunu görüb götürmürəm. C bəndini azalan olduğunu götürüb heç baxmıram. Burada tamam artışlar var. İndi görək bizim funksiyamızda nə deyir? Fikir versəz, məxrəcə x-in yerinə mənfi 2 qiymətini qoya bilmərik. Çünki məxrəc 0 edir. O zaman x bərabər mənfi 2 bizim şaquli asimptotumuz olacaq. Yəni mənfi 2 qiymətini heç bir zaman funksiya almayacaq. Fikir versək B bəndinə, x-in mənfi 2 qiymətini funksiya heç bir zaman almır və funksiyamız arta-arta gedir. Bu bir artan funksiyadır. Ola bilərmi? Özü dişi var. Gəldik digərlərinə baxaq. Burada deyir ki, 2 qiymətini də ala bilməz. Səhv deyir. 2 qiymətini niyə almır ki? Funksiya baxın 2-yə heç bir zaman çatmır. Səhv deyir. Bu sualda da, bu variantda da 2 qiymətini almaz deyir. Səhv deyir. Düzgün cavabımız olacaq B bəndi. Gəlin baxaq 13 nömrəli suala. Belə bir funksiya verib bizə. İndi baxın. Funksiyada x oxunu kəsən yerdə, funksiyamın x oxunu kəsdiyi yerdə y-in qiyməti 0 olur. Y oxunu kəsəndə 2 0 olur. İndi y oxunu kəsdiyi yer tapmaq üçün x-ə 0 verməyimiz kifayətdir də, düzdür. X-ə 0 versəm, olacaq 1, mənfiyə dəydiyi üçün mənfi 1. Demək, y oxunu mənfi 1 nöqtəsində kəsməlidir. X-ə 0 versək, y-i mənfi 1 nöqtəsində kəsən hansı var? Y-i 1 nöqtəsində kəsir, səhvdir, heç baxmıram. Buna da baxma. Burada da yox, burada da yox. Amma A bəndinə bax. Y-i mənfi 1 nöqtəsində kəsir. Tamam, biraz daha da detaylı yerə baxaq. Biz x-ə 1 çıxılsın x 0-dan böyük olduğu üçün x-imiz 1-dən kiçik olmalıdır. Mütləq x-in qiymətləri 1-dən kiçik olmalıdır. 1-dən böyük ədədlər x-ə verə bilmərəm. A variantında görsənir ki, x-in sağında, yəni x-dən böyük qiymətləri yox, yalnız kiçik qiymətlər verə bilərəm. Həqiqətində düzdür. İndi bu normalda funksiyamız necədir? Özü azalan funksiyadır. Niyə? Mənfi x üzərinə gəlinsin 1-də də yerin dəyişik göstərsəm. X-ə qiymətləri verdikcə azalacaq. Məsələn 2 verirəm. Ay mən mənfi çıxmazaq kökün altında. Heç tutaq ki, kök yoxdur. X-ə 2 qiymətini versəm mənfi 2 üstə gələk 1. 3 verirsən mənfi 3 üstə gələk 1. Qiymətin azala-azala gedir. Qarşıda da bir mənfi var. Dediyim kimi bir funksiya azalansa mənfi də ona dəyəndə funksiya artan sayılır. Bu artan olmalıdır. İndi həqiqətən də baxıram ki, funksiyam nə edir? Artana doğru gedir ta ki 1-ə kimi. Düzgün cavabım A bəndi. Yəni demək istəyirəm ki, funksiyam artan olduğu üçün azalanlara heç baxmayacaqdım. Yəni məsələn burada bax B bəndində funksiyam azala-azala gedir. Bunlara da baxıb yazmaq olar. Gəlin baxaq 14 nömrəli sual. Bu qrafik sualların üzərinə biraz zamanımız keçə bilər. Yəni inşallah sizi də yormuram. Diqqətlə baxaq. Mən necə yazıram, necə anlayıramsa o cür deyirəm. Signum funksiyonu işarət bir funksiyasıdır. X-in qiymətinin müsbət olduğu zaman ancaq cavab 1 alınırdı. 0 olanda 0 alınırdı. Mənfi olanda da yenə mənfi 1 alırdı qiymətini. Mən nə edirəm? X-in bir dəfə 0-dan böyük olduğu hala baxıram. X-imiz 0-dan böyük olarsa fx bərabərdir. 2 0-dan böyük qiymət alanda signumun cavabı nə edirdi? 1 edirdi. 1 üzərinə gəlinsin x kvadratı yazaq. İndi bunun yerini dəyişsək, belə səliqəli yazsaq olar. Mən xoşlayıram x kvadratını öndə yazmağa. Başqa bir heç problem də yoxdur. İndi x-imiz 0-dan böyük olanda bu cür bir tənlik aldıq. Sizə desəm x kvadrat üzərinə gəlinsin 1 funksiyasının qrafikini qurun. Necə qurardınız? Bu bir paraboladır. Çünki kvadratik funksiyadır. Kvadratik funksiyanın qrafiki parabola olur. Yəni bu şəkildə olacaq. Və yaxud da bu şəkildə. Əmsalımız müsbət olduğu üçün x kvadratın önü, qollarımız yuxarı olacaq. Mütləq şəkildə qolları aşağı olan variantlara baxmamalısan. Məsələn, B kimi. Tutalım, başqası var mı burada? B kimi.
Bu tip cavablara baxa bilmərəm. Yaxşı. Sonra burada A kimi qollar aşağı versiyası var. İndi onlara da nəzər salacağıq birazdan. Sözüm nədir? X'imiz sıfırdan böyükdür. İndi x'in qiyməti sıfırdan böyük olduğu üçün x'in yerinə sıfırdan müsbət sonsuzluğa qiymətlər qoyacağım. Sıfırın kvadratı sıfır edər. Bax, amma almır ha. Bax, daxil deyil. İşarəsi qoymuşam. Sıfırın kvadratı sıfır. Üzərinə 1 gələndə 1'i almayacaq və sonsuzluğa doğru gedəcək. Demək ki, bizim cavabımız 1'i almayacaq. 1 buradadır. Və arta gedəcək. Bax, bu şəkildə olacaq. Əslində parabolan bu formada olur. Sadəcə bizim x'imiz sıfırdan böyük olduğu üçün sıfır nöqtəsinin sağından götürürəm mən. Yaxşı. Yəni normalda sola da gedə bilərdim. Qəsdən sağından götürdüm. Qrafikimiz bu şəkildə oldu. Belə cavabımız A bəndində var. İndi gəl o birisi versiyasına baxaq. Əgər x'imiz sıfırdan kiçik olarsa, x'imiz sıfırdan kiçik olarsa, o buradan yazım istəyirsinizsə, signum funksiyasının cavabı -1 olacaq. Olacaq fx bərabərdir -1 üzərinə gələnsin x kvadratı. Bunu da səliqəli yazsaq, x'in kvadratı çıxılsın 1. X'imiz də sıfırdan kiçikdir, bunu da unutma. X'imiz sıfırdan kiçikdirsə, deməli, x'in qiyməti mənfi sonsuzluqdan sıfıra qədər olacaq. Burada sıfırın kvadratı 0 qoysaq yerinə, 1 də çıxanda -1 edəcək. Amma almayacaq. Demək ki, cavabım mənim -1 edəcək. -1 bura qeyd edəcəm, amma almır şəkildə. Fikir versəz, sizə desəm bu funksiyanın qrafikini qurun. Deyirsən ki, müəllim, bu bir paraboladır. X kvadratının önü müsbət olduğu üçün parabolamın qolları yuxarı olacaq. Buradan bu şəkildə nə edərəm? Yuxarı çəkərəm. Niyə buradan bu şəkildə çəkmədim? Çünki x'imin qiyməti sıfırdan kiçikdir. Koordinat oxunun solu tərəfi götürməliyəm. Yəni bu tərəfləri. Bu tərəfdən də olduğu üçün parabolamın qolları yuxarı olan versiyasını bu şəkildə çəkirəm. Belə bir cavabımızın olduğuna baxırıq. Düzgün cavab E bəndi. Onsuz da yavaş izah elədiyimi düşünürəm, amma bir dəfə də üstündən gedim. X'in sıfırdan böyük olduğunu görüb bu şəkildə bir tənliyi alıb həll elədim. Birdən yuxarı doğru hərəkət edən bir funksiya aldıq. Sonra x'in sıfırdan kiçik olduğunu düşünüb yenə həll elədik. Yenə x'in kvadratı çıxılsın 1 aldıq. Yenə kvadratik funksiyanın əmsalı müsbət olduğu üçün hər iki parabolanın qolları yuxarı olmalı idi. Elə belə cavabda ən doğrusu olan E bəndindədir. 15 nömrəli suala gəlin bir yerdə baxaq. Fx bərabərdir 3 üzərinə gələnsin signum x kvadrat. İndi dönə deyirəm ki, bunu da əzbərləyək bir yerdə. Əgər x'imizin qiyməti sıfırdan böyük olarsa signumun cavabı 1. Əgər x'imizin qiyməti sıfırdan kiçik olarsa cavabımız -1. Əgər x'imin qiyməti sıfıra bərabərdirsə signumun da cavabı 0 edir. Yəni böyük bir ədəd nə qoyursan qoy, hər zaman cavab 1 edəcək. X'imiz sıfırdan böyük olarsa, bax sıfırdan böyük olarsa daxil deyil ha, sıfırı almır. X'imiz sıfırdan böyük olarsa bu cavab 1 alar. Düzdürmü? Bax 1 alar. 1'in üzərinə də 3 gələndə bizim fx'imiz nəyə bərabər olacaq? 4 olacaq. Qrafikimizi çəksək, koordinat toxumuzu daha doğrusu. Aha. Bu x, bu da y qox. X'imiz sıfırdan böyük olarsa, bax o qədər yaxından göstərirəm ki, məsələn də bura 0 nöqtəsidir. Bir damcı sağa sürüşdü. Yəni burada hər bir ədədi qoysaq, cavabımız nə alacaq? 4 alacaq. Nə zaman? Bu 4'ü amma burada almır da. Niyə müəllim daxil deyil qoymursan? Çünki 0 nöqtəsində 4 almır. Sıfırdan böyük olanda 4 alır. Aydın oldu? Sıfırdan böyük olduğu qiymətdə nə qiymət qoyursan, istəyirsən 2 qoy, 3 qoy, 1,5 qoy. Hətta bunu belə yazaq da 0,00009 nöqtəsində də gedəcək nə alacaq? 4 qiymətini alacaq. Burada nə qiymət qoyursan, 2 qiymətində də gedib nə alacaq? 4 alacaq. 3 qiymətində də 4 alacaq. Yəni 0'ın sağında, amma 0'ın özünü qoyanda 4 almır. Aydın oldu? 0'ın özünü qoyanda nə alacaq müəllim? 0 qoyanda signum 0 qiymətində 0 aldığına görə 3'ün üstünə 0'da 3 alacaq. Fx ilə bərabər 3 qiymətini alacaq. Yəni 3'ü də burada qeyd eləsək, bunu burada alacaq. Sonra 0'dan kiçik qiymətləri qoyanda bəs
X-ə sıfırdan kiçik qiymət qoyanda siqnumun x-in mənfi qiyməti onsuz da bunu müsbət etdiyindən bura müsbət olacağından yenə bir qiymətini alacaq. 1-in üzərində də 3 gəlsək f(x)imiz yenə də 4 qiymətini alacaq. Amma sıfırdan kiçik hallarda, yəni sıfırdan kiçik halda məsələn bura olsun mənfi 0.009 şəklində. Sıfırdan kiçik halların hər birində də gedib cavabım 4 qiymətini alacaq. Bax bu şəkildə. Aydın oldu. Belə bir qrafikin cavabın olduğu variantım C bəndidir. Gözümün önündə durur. Sıfırdan böyük qiymətlərdə də 4 alır. Sıfırdan kiçik qiymətlərdə də 4 alır. Sıfır qiymətində də 3 alır. Düzgün cavab C bəndidir. 16 nömrəyə suala gəlin bir yerdə baxaq. Bizə belə bir funksiya veribdir. Bunun grafikinin hansı olduğunu göstərir. Funksiyanın grafikini bilmək üçün bax x-ə 0 ver. Bir dəfə də y-ə 0 ver. Kəsən yerləri tap ki, ən gözəl yollarından biri odur. X-ə 0 verəndə bax. Niyə x-ə 0 ver? Çünki y oxunu kəsirsə, y-i kəsən yerdə x-in dəyəri 0-dır. X-ə 0 verməklə y-i harda kəsir onu görə bilərik. Biz x-ə 0 versək, cavabımız nə olar? f(x)in cavabı 0, 0 üstünə 1 gələndə 1. Bu nə deməkdir? Hara çevirirsən çevir. X-ə 0 verəndə 1 almalısan. Yəni bu funksiya bir nöqtəsindən keçməlidir. Ona görə grafikimi qıraqda çəksəm, bax, bu x oxu, burada y oxu. Bir nöqtəsindən mütləq şəkildə keçəcək. X-imiz əgər 0-dan böyük olarsa, modulu açmalıyam ki, bu funksiyanın grafikini qura biləm. X-imizin böyük olduğunu görüb bu funksiyanı həll edək. f(x) bərabərdir. Müsbət olarsa olacaq x kvadrat üzərinə gələnsin 1. Bunu düz tapmışıq. İndi x-imiz 0-dan böyük olarsa, sənə heç deyirəm ki, vəbşi bunları boş ver. Deyirəm bu funksiyanın grafikini qur. Grafikini necə qurarsan? Bu bir kvadratik bir funksiyadır da. Bunun grafiki belə qurulur. X-ə 0 versən, bir nöqtəsindən keçir. Sonra da arta gedir. Parabolanın qolları yuxarı olduğu üçün x kvadratın önü müsbət olduğundan parabolanın qolları yuxarı olacaq. Aydın oldu. Bizim təpə nöqtələrimiz bax. Təpə nöqtələrimiz m-imiz 0-dır. N-imiz 1-dir. Çöldə qalan n-imizdir. Təpə nöqtələrimiz 0-dan 1-dir. 0-dan 1. Qollar da yuxarı olduğu üçün parabolanın qolları yuxarı olacaq. Bax bu şəkildə olmalıdır əslində. Amma mən nəyi öyrəndim? X-imin 0-dan böyük olub həll etdiyim üçün X-in bu tərəfini yox, 0-dan böyük olan tərəf bu tərəfinə baxmalıyam. Onun görə bu grafikimi götürürəm. Bunu götürürəm. Daha sonra x-imin 0-dan kiçik olduğunu görüb həll edirəm. X-imiz 0-dan kiçik olarsa olacaq f(x) bərabərdir. Mənfi x kvadrat üzərinə gələnsin 1. Gəldik. Kvadratik funksiyanın grafikini qurmaq üçün təpə nöqtələr lazımdır. Təpə nöqtələri belə tapırlar. Yəni ən kiçik qiymət nə deyirsiz deyin. M-imiz 0-dır. X-in yerinə 0 qoyunda 0. N-imiz də 1-dir. Parabolanın qolları A mənfi olduğu üçün qollarımız aşağı olacaq. Gəl buna da baxaq. M-imiz 0 olduğu üçün 0. N-imiz də 1-dir, 1. Yəni x-ə 0 verəndə 1 alır. İndi qollarımız aşağı olacaq bu versiyada. Müəllim, x oxunu harda kəsir? Mən nə bilim, x-i kəsən yerdə y-in qiyməti 0-dır. Gəl bunu 0-a bərabər edək, tapaq. Mənfi x kvadratı mənfi 1 etdiyindən x kvadratı 1 edər. 2 siyahı mənfi 1-dir ya da 1-dir. Həqiqətən mənfi 1-lə 1 nöqtəsində bu şəkildə olmalı idi. Qollarım aşağı. Amma sən x-i 0-dan kiçik götürmüsən deyə. X-in 0-dan kiçik olan hizasına baxarsan, bu tərəfə baxmayacam. Bunu yox, bu versiyanı götürürəm. Səliqəli çəksək, bu formada olacaq. Belə bir cavabım hansı variantda var? A bəndi olacaq. Müəllim, uzun gedir, bax, grafiklə onsuz da sən burada yoxlaya yaza bilərsən. Mənfi 1 verəndə cavabım 0 olmalıdır, x-ə 0 verəndə 1 olmalıdır. A bəndi ödəyir. Sadəcə özün qrafiki quranda bu şəkildə qurmağın məsləhətdir. Gəlin, baxaq 17 nömrəli suala. Kvadratik funksiyanın qrafikini qurmaq asandır. Tək xətti funksiyanın qrafikini qurmaq asandır. Bu da indi bəlkə də asan olacaq.
Bu kəsirli ifadələrdə tərs funksiyanın qrafikini quranda bu şəkildə yazılır. Bir bizə şaquli asimptot lazımdır. Bir də bizə üfüqi asimptot lazımdır. Nə deməkdir şaquli asimptot? Məxrəci sıfıra çevirən qiymət şaquli asimptotdur. Şaquli asimptot x-in ala bilməyəcəyi qiymət mənasına gəlir. X 2 qiymətini ala bilməz. Üfüqi asimptot isə x-lərin əmsallarının bir-birinə olan nisbətidir. Yəni 3-ü 1-ə bölürsən 3. Kvadrat olsaydı kvadratları bir-birinə bölərdim. İndi bu tip funksiyaların qrafikini qurmaq üçün mənə üfüqi ilə şaquli asimptotun lazım olduğunu bilirəm. Bura bir y, burada x yazar. Diqqətlə bax. Bunu uzadım, bunu da uzadım. Aha. X 2 qiymətini almayacaq. 2 qiymətini bura yazıram. Və bunu belə eləyək. Heç bir zaman bu 2 qiymətini almayacaq. Bir də 3-ü 1-ə böləndə 3 edir. X 2 qiymətini almayacaq. Y də heç bir zaman 3 qiymətini almayacaq. 3 qiymətini də buradan göstər. Bu şəkildə. Heç bir zaman funksiyaların bu dəyərləri almayacaq. Bunu qeyd etdikdən sonra bir dənə sizə nəyə göstərəcəm? Y bərabərdir k bölü x funksiyasının qrafiki. Baxın, bu şəkildə biz qrafikləri çəkirdik. Düzdürmü? İndi sən burada qrafiki necə quracaqsan? Bu bizim simmetriya nöqtəmiz olur. 3-ün də almadığı, 2-nin də almadığı yer bizim simmetriya nöqtəmiz olur. Qrafik qurularkən bu şəkildə. Bax, sanki qrafda heç nə yoxmuş kimi. Bir dəqiqə, bunlar heç yoxmuş kimi düşün. Bunlara aid simmetrik olaraq bu şəkildə, buradan da bu şəkildə çəkəcəksən. Yaxşı, qrafikin bu formada olur. Müəllim, niyə azalan olur? Niyə azala gedir də bu qrafik? Bunu da deyirsənsə, gəl sənə daha dəqiq göstərim. Məxrəci olduğu kimi saxlayıram. Surətdə 3 vurulsun. Məxrəcdəki ifadəni bura kopyalayıram. 3-ü x-ə vuranda 3x varmı var? 3-ü mənfi 2-yə vuranda mənfi 6 var, yoxdur. Ona görə o mənfi 6 yox olsun deyə üzərinə 6 gəlirəm. Bir də üzərinə gələnsin 1 var, bu deyilər 7. Gəl bunu daha da sadələşdirək. Kəsirləri ayrı-ayrı böləndə bu şəkildə yaza bilərik. Bunlar getdiyi üçün qalacaq 3. Üzərinə gəlsin 7 bölə x çıxılsın 2. İndi bax, x-in qiymətlərini artırırsan nə baş verəcək? 10 verəndə 8-ə böləsən, 100 verəndə 7-ni daha böyük ədədə böləcəksən. Cavabın azala gedəcək. Bu bir azalan funksiyadır. Azalan funksiya olduğu üçün deməli sənin şəklin bu formaya düşəcək. Yaxşı, getdikcə azalacaq. Ancaq heç bir zaman bu qiymətlərin nə 3-ü, x-də də nə də 2 qiymətini ala bilmir. Buradan da gələcək bu formaya tüyüşəcək. Belə bir cavabımız harda var? Bunu oxşuyur, ancaq burada bizim 2-mizi qeyd etməyib, 3-ü qeyd etməyib, bu şəkildə demək düzgün deyil. Məsələn, burada 2 qiymətini almır, düz deyir. Amma mənfi 3 qiymətini almır, bu səhvdir. 3 qiymətini almayacaq, 2 qiymətini almayacaq. Bizim çəkdiyimiz şəklin tıpatıp aynısıdır. Düzgün cavabımız E bənd olacaq. 18 nömrəli sualda funksiyaların qrafiklərinin OX oxuna nəzərən simmetrik olarsa, A üzərinə gəlsin, B qiymətini tapın deyir. 2 yolla göstərin. Bir qrafik, bir də necə deyim, başqa bir düstur kimi deyək, ya da misal üzərində. X oxuna nəzərən simmetrik nə deməkdir? OX oxuna nəzərən simmetrik çevrilmələrdə XY nöqtəsi X-i qalar, bax, X-i qalır, Y-i əks işarəsi ilə dəyişərək çevrilir. Bu iki nöqtə X oxuna nəzərən simmetrikdir deyilir. Bunlar X oxuna nəzərən simmetrikdirsə, bu çevrilib olub, bunun X-i qalmalı idi, Y-i dəyişməlidir. Yəni, Y-i mənfi olmalıdır. O zaman mənfi Y bərabər AX üzərinə gəlsin, B olacaq. Y-ə mənfi verdim. İndi, buradan Y tapası olsaq, hər tərəfi mənfiyə bölsəm, mənfi AX çıxılsın B. Vəssalam, bu simmetrik olaraq, bax, OX oxuna nəzərən simmetrik çevrilmələri bu şəkildə düşdü. İndi 2 dənə funksiyanı bir-birinə bərabər edirəm. 2x üzərinə gəlsin 5 bərabərdir mənfi AX çıxılsın B. Demək A mənfi 2-dir. B də mənfi 5-dir.
ki, bunlar OX oxuna nəzərən simmetrikdir. Yenə deyirəm, OX oxuna nəzərən simmetrik deyəndə y-in yalnız işarəsi dəyişir. Demək ki, bizim funksiyamız belə deyildi. Bax, A2 deyil, burada üzr istəyirəm. X-in önü 2 deyil. Demək, bura -2-dir. Bura 5-dir, -5. Ki, həqiqətən deyirəm ki, bu iki dənə funksiya X oxuna nəzərən simmetrikdir. Niyə? Yalnız y-ləri dəyişib. Yalnız y-ə mənfi veriblər. Hər tərəf mənfiyə böləndə, bax, elə bil ki, bu versiyaya düşüb. Aydın oldu. Şəkillə göstərəsi olsam qrafiklə, bu formada olacaq. 2x üzərinə gəlsin 5-in qrafiki bu formadadır. K-mız müsbət olduğu üçün birinci üçün zürüblərdən keçirdim. 5 nöqtəsində kəsdiyi üçün də bu şəkildə. Ancaq x oxuna nəzərən simmetrik dediyi üçün buradan sən də bir formada belə çəkməlisən ki, bizim x oxumuza nəzərən bunlar simmetrik olsun. Qatdalayanda bu iki dənə funksiyanı, bax bunu qatdalayanda x-in üzərinə düşsün. Ona görə də bu funksiyamız -5-dən keçəcək. Olacaq belə y bərabər ikinci, dördüncü rüblərdən keçdiyi üçün k-mız mənfi olduğu üçün -2x çıxılsın 5 şəklində olacaq. Bu da bizim təzə qrafikimiz. Gəl məsələn, mən sənə bir sual verim. Y bərabər 6x üzərinə gəlinsin 7. Desəm bunu OX-ə nəzərən simmetrik çevir. OX-ə nəzərən simmetrik çevirəndə y-ə mənfi verəcəksən. -y bərabər 6x üstə gələk 7. Bir dənə mənfini y-ə verəcəm. Hər tərəf mənfiyə böləndə bu şəklə düşdü. Bax, cavabım budur. Yox desəm, o y-ə nəzərən çevir. Bu səfər x-ə mənfi verəcəksən. Deyəcəksən, belə olur. Y bərabər x-ə mənfi verəndə -6x üzərinə gəlinsin 7. Bax, bu o y oxuna nəzərən çevrilməlidir. Bir də var, koordinat başlanğıcına nəzərən çevir desəm, hər ikisinə mənfi verəcəksən. -y bərabərdir. -6x üzərinə gəlinsin 7. Daha sonra y tapanda hər tərəfi mənfiyə böləndə, bax, bu cavab alacaqsan. Ümid edirəm, qaranlıqlar nəsə olmadı. Elə bizə cavab, birə bir sual 19 nömrəli sual da var. Deyir ki, y bərabərdir. -3x üzərinə gəlinsin 1. Bir də ax üzərinə gəlinsin 1. Deyir ki, o y oxuna nəzərən simmetrikdir. O y nəzərən simmetrikdirsə, x, y-də çönmə zamanı x dəyişir, y qalır. O zaman x-i dəyişək aşağıdakı ifadədə. Demək ki, belə olacaq. Y bərabər -ax üzərinə gəlinsin b. İndi iki dənə funksiyanı bir-birinə bərabər etsək, demək ki, a-mızın qiyməti 3-dür, b-mizin də qiyməti 1-dir. Cəmlərini soruşur, 4 olacaq A bəndi. 20 nömrəli sualda isə koordinat başlanğıca nəzərən simmetrik deyir. Y bərabər -3x üzərinə gəlinsin 4. Y bərabər kx üzərinə gəlinsin b. Koordinat başlanğıcına nəzərən simmetrikdirsə, x, y nöqtəsi çönüb olur. -2x, -y. Birincini saxla, hansını ürəyin istəyir? Məsələn, mən özüm bunu dəyişirəm. Bunu saxlayıram. Həm y-ə mənfi verdim. Buna bax. Həm x-ə mənfi verirəm. Daha sonra hər tərəfi mənfiyə böl y tap. Kx çıxılsın b. İndi iki dənə funksiyanı bir-birinə bərabərləşdir. Demək ki, k-mızın qiyməti -3-dür. B-mizin qiyməti də -4-dür. 2 müsbət 4 eləsin. Bizə bunların hasilini istəyir. Cavabım müsbət 12, yəni B bəndə olacaq 20 nömrəli sualda. Beləliklə, test 9-un izahını yekunlaşdırdıq. Ümid edirəm, faydalı video oldu. Sizlərdən tək ricam aşağılarda bəyənmə düyməsinə və yaxud da bəyənmədisə bəyənməmə düyməsinə basmağı unutmayın. Rəylərdə öz fikirlərinizi bildirsəniz çox sevinərəm. Özünüzdən müğayət olun. Allah'a emanet, sağ salamat. Hələlik.